بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين. الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله. اللهم لك الحمد كله ولك الشكر كله علانيته وسره. اللهم أنت أهل أن تعبد، اللهم أنت أهل أن تحمد، إنك على كل شيء قدير. اللهم لا علم لنا إلا ما علمتنا وعلمنا بما ينفعنا وزدنا علما. Amma ba'd, Esselamu Aleyküm və Rahmetullahi və Barakatuhu. Əziz və möhtərəm bacılarım və qardaşlarım, bugün sizlərlə paylaşacağımız mövzu ən həssas və mühüm mövzudur, möhtərəm qardaşlar. Və bütün müsəlmanın üzərinə düşən, bilməsi üzərinə düşən mövzudur. Hansı ki, həddi buluğa çatmış, bütün müsəlman qadın və kişilərə bu şeyləri bilməsi, bu şeylərdən xəbəri olması vacib olan bir mövzudur, əziz qardaşlar. Ona görə ki, bu dünyada insanlar, necə ki, sələf-ü salih bunu qeyd edib, insanlar, insanatlıq vəzifəsini yerinə yetirən insanlar iki növə bölünür. Öyrənən insanlar və öyrətən insanlar. Öyrənməyən insanlar və öyrətməyən insanlar insanatlıq vəzifəsini yerinə yetirməyən insanlardır. Necə ki, sələf-ü salihdən gəlir, bəzi elm əhlindən deyir ki, dünyada yaşayan insanlar immə alimun əv mütəallimun fəğayruhumə fəhəməcun. Deyir ki, dünyada yaşayan insanlar vəzifəsini, insanatlıq vəzifəsini yerinə yetirən insanlar iki növə bölünür. Öyrənən və öyrətən, onlardan başqası isə vəzifəsini yerinə yetirmədiyinə görə həşərat növündən hesab olunur. Bu, həşərat növündən hesab olunur deyəndə, möhtərəm qardaşlar, bu sözdə əsas ibrət cahilliyi pisləməkdir. Savadsızlığı, elmsizliyi pisləməkdir nəzərdə tutulan şeylər. Çünki savadsız insanın mahiyyətinə baxsaq, savadsız insanın yəni ki, təsarrufatına və hərəkətlərinə diqqət yetirsək, eynən elə görərik ki, bu ondan da uzaq deyil ki, ondakı bəzi təsarruflar eyni həşəratlarda olan təsarruflara bənzəyir. Hansı ki, məna yoxdur əslində onların bəzi danışıqlarında və hərəkətlərində. Ona görə bu başlanğıcla, əziz qardaşlar, hamımız nəzərə almalıyıq və diqqət yetirməliyik və bunu başa düşməyə çalışmalıyıq ki, insanatlıq vəzifəsini yerinə yetirən insanlar iki bölmə bölünür. Ya öyrənənlər, ya da öyrətənlər. Bu məsələ belə olduğu halda, o zaman biz hansı bölümlənik? Biz, möhtərəm qardaşlar, bu iki növün birindən də ola bilərik və hər iki növü əldə edənlərdən də ola bilərik. Ola bilər ki, bizim vəzifəmiz öyrənən olsun sadəcə, ola bilsin ki, bizim vəzifəmiz öyrədən olsun sadəcə. Və ola bilsin ki, hər iki sifətə də malik ola bilək. Ya həm öyrənənlərdən ola bilək, həm də öyrətənlərdən ola bilək. Və bu, insanatlıq sifətini yerinə yetiriləsi ən kamil sifətdir. Ki, bir insan, madəm ki, bu dünyada həyatda yaşayır, həm öyrənən növdən olsun, həm öyrədən növdən olsun. Və bu, hər iki sifəti də özündə cəm etmiş olsun. Deməli, möhtərəm qardaşlar, burada ümumi şəkildə insanlar bu iki növə bölünür. Və nəzərdə tutulduqda, elm dedikdə, insanların dünyasına və axirətinə fayda verici bütün elmlər nəzərdə tutulur. İstərsən şərii elmlər olsun, istərsən dünyavi elmlər olsun, həndəsə elmi olsun, iqtisadiyyat elmi olsun, tibb elmi olsun və yaxud başqa dünyavi elmlər növlərindən olsun. Ümumi şəkildə bunların hamısı elm növlərinə girir və şəriətdə bunların hamısının özəl yeri var. Və
İslam dini öz mənsublarına və bütün müsəlmanlardan tələb edir ki, bütün onlara mənfəət gətirən nə elm varsa, onlar onun hamısını öyrənsin. Əgər hamı kütləvi şəkildə onu tərk eləyərsə, onda o zaman bütün müsəlmanlar günah daşıyır. Ona görə İslam dini rəğbətləndirir, həvəsləndirir ki, müsəlmanların səhvlərində, müsəlmanların arasında həkimlər olsun. İxtisas üzrə istər qadın həkimlər olsun, istər kişi həkimlər olsun. Mühəndislər olsun, müsəlmanların tikintiyə ehtiyacı var. Və eyni zamanda iqtisadiyyatçılar olsun ki, müsəlman cəmiyyətlərində mallar oğurlanıb, itirib və haqsız yeri xaçlanmasın və gözəl və tələb olunan yerlərə sərf olunsun. Və İslam dini tələb edir eyni zamanda başqa mühəndisləri, yəni kimsə məsələ müəyyən lazım olan, zəruri olan şeylər istihsal etmək məsələsində. Bunların hamısını İslam dini tələb edir. Bütün müsəlmanlar tibb elmi tərk eləsələr, onda hər kəs, bütün müsəlmanın hamısı günah qazanır. Ona görə ehtiyacı gedərəsi bir şəkildə, ehtiyacı yerinə yetirəsi bir şəkildə bu vəzifəni öhdəsinə alan müsəlmanlar lazımdır. Deməli, əziz qardaşlar, bugün insanlar çox səhv başa düşür ki, o zamanki düşünürlər ki, İslam dini sadəcə insanları həvəsləndirir və insanlardan tələb edir ki, sadəcə yəni ki, şəriət öyrənsinlər. Başqa dinlərə İslam dini, başqa elmlərə İslam dini əhəmiyyət vermir. Xeyr. Bunu sadəcə iki insan deyə bilər. Ya İslam dinindən xəbəri olmayan insan, ya da İslam dininə həsəd eləyən insan. Amma İslam dinini bilən insan və İslam dininə qarşı qəlbi açıq olan insan, yəni bilməyib də qəlbi açıq olsa ən azından o insanlardan bu sözün sadir olması, bu sözün meydana gəlməsi mümkün deyil. Ona görə əziz qardaşlar, əgər baxsaq bu texnologik dövrünə, bu texnologiyanın inkişaf elədiyi və geniş şəkildə yayıldığı bir dövrdə baxsaq, diqqətlə bunu nəzərə alsaq görərik ki, bu elmin müəssisləri, bu elmi təşkil eləyənlər, bu elmin ustadlarının çoxsu İslama nisbət olunur. Demirəm hamısı, çoxsu İslama nisbət olunur. Tibb elminə baxsan, görərsən ki, İslam alimlərlə hesab olunur onun başçıları. Və ilk dəfə operasiya elmin haqqında bu fənni yazan İslama nisbət olunur. Və eyni zamanda xəritə və coğrafiya elminə baxsaq, görərik ki, bunun arxasında olan ilk dəfə İslam alimlərinin İslama nisbət olanlar olur. Və eyni zamanda başqa dünyavi fəlsəfə elmlərini qoyan, hansı ki, fizikanı necə başa düşmək lazımdır, kimyanı necə başa düşmək lazımdır, cəbr və həndəsə elmləri necə başa düşmək lazımdır. Bunların əsas müəssislərinə baxsaq, görərik ki, onların hamısı İslama nisbət olublar. Və nəhayət ki, İslam aləmi ilə qeyri-İslam aləmi qatışmağa, qaynamağa başladı və ortada yəni ki, birləşmək və eyni zamanda mədəniyyətin və adətlərin qarışmağı başladı. Onda o zaman bu müsəlmanlardan qeyri-müsəlmanlara addadı. Və onlar da bu müsəlmanlarda olan bu praktikadan, bu elmdən, bu təcrübədən neynədilər? İstifadə etdilər. Və təəssüflər olsun ki, sonra bu tərəfdən müsəlmanlarda zəiflik və səhlənkarlıq baş verdi. Bunun ucbatından da nə oldu möhtərəm qardaşlar? Onlar bu elmi daha da geniş şəkildə inkişaf elətdirdilər. Hansı ki, bugün o tərəfdən müsəlmanlar qılanır. Ona görə İslam dini demir ki, sən bunu tərk eləməliydin. Xeyr, İslam dini də bizdən tələb edir ki, bu şey inkişaf olunsun. Bunu hər kəs gözəl şəkildə nəzərə almalıdır, əziz qardaşlar. Bugünkü, əziz qardaşlarım, sizlərə danışmaq istədiyim və toxunmaq istədiyim məsələ, hansı ki, onu bu unvan şəklində qoymuşam və onun ətrafında danışmaq istəyirəm ki, bu elm dindir. Bu elm dindir. Baxın dininizi kimdən götürürsünüz. Burada mənim bugün sizlərə danışmaq istədiyim mövzu İslami elm haqqında olacaq sadəcə. Dünyavi elmlərə toxunmayacağım və ona görə ki, bugün ən çox müsibət İslami elmləri kimdən almalıyıq və yaxud kimdən almamalıyıq, bunun anlamında olan problem daha geniş oldu ona görə. Ona görə, əziz qardaşlar, dünyavi elmlər haqqında, dünyavi elmlərə heç toxunmayacağım. Və bizi burada, bu dərsdə, bu söhbətimizdə maraqlandıran şey İslami elmdir. Və bu elmi biz öz insanatlıq vəzifəmiz olaraq və sonra bir müsəlman şəxsiyyət olaraq, bu İslam dininə nisbət olan, mənsub olan bir şəxsiyyət olaraq bu elmi, İslam elmini hansı şəkildə almalıyıq
və alan insanlar hansı sifətlərə malik olmalıdır və alınan insanlar hansı sifətlərə malik olunmalıdır və bu məsələlərə xırda-xırda toxunmağa çalışacağım. Çünki əziz qardaşlar, elmi öyrənmək bütün qadın və kişiyə vacibdir. İslam elmini öyrənmək xüsusən də. İlahi elmi öyrənmək, şəriət elmini öyrənmək mütləq və mütləq bütün qadın və kişilərə, əziz qardaşlarım, vacibdir. Ona görə vacibdir ki, möhtərəm qardaşlar, onu bilməyən insanlar cənnətə aparan və yaxud insanı cəhənnəmdən uzaqlaşdıran məsələləri bilməmiş olur. Və bununla özünü təhlükəyə atmış olur. Həm bu dünyada bilmədiklərinə görə haramları və yaxud vacibləri, həm də axirətdə. Ona görə, əziz qardaşlar, bizim hamımızın bu məsələdə dövrümüz olduğuna görə, hamımızın bu məsələdə rolumuz olduğuna görə, əlimiz olduğuna görə, hamımız bu məsələdə məsuliyyət daşıdığımıza görə, gəlin bu məsələni xırda-xırda axtaraq, görək ki, bizdən tələb olunan nələrdir. Və biz nələri bilməliyik, nələrdən çəkinməliyik. Gəlin, baxaq, möhtərəm qardaşlar, bu barədə dinimiz nə deyir? Ona şək şübhə yoxdur ki, əziz qardaşlarım, Peyğəmbər sallallahu aleyhi ve sellem Allah-u Teala Quran-ı Kərimdə əmr edir ki, ey Muhammed, sən Allahdan elm istəginin, Allahı tanıdası elm istəginin. Bizim bugünkü günkü söhbətimiz, möhtərəm qardaşlar, Allahı tanıdası elm və şəriət alimləri haqqında olacaq xüsusən də. Söhbətin əsas, yəni ki, çevrəmi. Peyğəmbər sallallahu aleyhi ve sellem'i, möhtərəm qardaşlar, Allah-u Teala yönəldir ki, Allah Teala'dan elm istəsin və savadsızlıqdan Allaha sığınsın. Allah-u Teala Quran-ı Kərimdə buyurur, möhtərəm qardaşlar, وَقُرْ رَبِّ زِدْنِ عِلْمَ. Allah Teala deyir ki, ey Muhammed, deginən ki, ey Allahım, mənim elmimi artır ginən. Çünki, əziz qardaşlar, elmsiz insanı bəzi ağıl sahibləri qaranlıq gecədə sıx kolda, quyular olan bir kolda gəzən kör insana bənzədir. Və onu bu cür təsəvvür edirlər savadsız insan, elmsiz insanı. Xüsusən də şəriət elmlərində elmsiz insanı. Hara addımı atsa başına bir şey dəyəcək. Hara addımı atsa yıxılıb quyuya düşəcək. Hara getsə bir mane olacaq. Çıxış yolu onun üçün həmişə çətin olacaq. Ona görə savad mühüm şeydir. Və eyni zamanda bu elm, möhtərəm qardaşlar, şərii elm faydalı da ola bilər, faydasız da ola bilər. Və səndən tələb olunan şey faydalı elm əldə etməkdir. Ona görə sünnəyə baxsaq görərik ki, Peyğəmbər s.ə.v elmi iki yerə bölür. Şərii elmi iki yerə bölür. Faydalı elm və faydasız elm. Faydalı elm nəzərdə tutulanda, möhtərəm qardaşlar, o elm ki, sənə həm dünyada, həm axirətdə fayda verir. Amma hansı elm, şərii elmlə nəzərdə tuturam, təkrar deyirəm ki, hətta məsələ qarışmasın. Hansı elm ki, dünyada insana axirətdə fayda vermir, ola bilər ki, onun dünyada faydası olsun, o şəriətə görə elm sayılmır. Və onun əhli də şəriətə görə elm əhli sayılmır, əziz qardaşlarım. Ona görə ki, nəzərdə tutulan İslami elm sənə bu dünyada və axirətdə fayda verən elmdir. Amma axirəti itirən elm, bu dünyada sadəcə işlənən elm, bu İslam dinində faydalı elmdən hesab olunmur. Peyğəmbər s.ə.v möhtərəm qardaşlar, səhih hədisdə gələn rivayətdə Allaha dua eləyir. Və deyir ki, Allahümmə inni əuzu bikə min ilmin la yənfə. Deyir, ey Allahım, fayda verməyən elmdən sana sığınıram. Deməli, bu hədisdən elm əhli fayda çıxardır ki, elm iki yerə bölünür. Fayda verən və fayda verməyən elm. Ola bilər, Allah qorusun, bir insan dilində bəlağət var, bir insanın dilində sihir var, uca danışma qabiliyyəti var və insanları cəhənnəmdən çıxartmaq, cəhənnəmdən uzaqlaşdırmaq yollarını insanlara göstərir, cənnətə aparan yolları göstərir, özü də bunlardan çox uzaqdır. Onunla dediyi şeylərin arasında yerlə göy qədər məsafəsində fərq var. Allah qorusun, möhtərəm qardaşlar, belə şeylər qiyamət gününə kimi baş verəcəyini də Peyğəmbər s.ə.v bizlərə bildirmiş ki, necə ki, inşallah, dərs əsnasında bu məsələ ilə, bununla ilgili bəzi məsələlərə toxunacaq, inşallah. Əziz qardaşlarım və möhtərəm bacılarım, elm əhlinin, möhtərəm qardaşlar, İslam dinində böyük mənzili var.
Hansı ki onları Allah Teala koymuştur o mənzilə. Hansı ki Allah onları o mənzilə Peyğəmbər sallallahu aleyhi və səlləm koymuştur. Allah Teala möhtərəm qardaşlar, Quran-ı Kərimdə əmr eləyir ki, bilmədiyiniz şeyləri bilənlərdən soruşun. Elm əhlindən soruşun, zikir əhlindən soruşun, bilən insanlardan soruşun. Allah Teala möhtərəm qardaşlar, Ən-Nəhl surəsinin 43-cü ayəsində və həmçinin Əl-Ənbiyə surəsinin 7-ci ayəsində buyurur ki, Fəs'əlu əhlə-zikri in kuntum la ta'lamun. Bilmədiyiniz şeyləri elm əhlindən soruşun, deyir Allah-u Teala. Zikr əhlindən soruşun. Nəyi bilmirsənsə, o bilmədiyin şeyi get ixtisas sahibindən soruş. Bu çox mühüm məsələdir, möhtərəm qardaşlar. Elmi ixtisas sahibindən almaq. Və həmçinin, əziz qardaşlar, bu mənzili alimlərə İslam dinində Allah Teala vermişdir. Və eyni zamanda Peyğəmbər s.ə.v vermişdir. Hansı ki buyurmuşdur ki, alimlər, elm əhli Peyğəmbərlərin varisləridir. Nə deməkdir, möhtərəm qardaşlar, Peyğəmbərlərin varisləridir? Çünki Peyğəmbər s.ə.v hədisdə buyurur ki, həmin hədisdə, deyir, Peyğəmbərlər innəl ənbiyə ləm yuvarrisu dinaran və la dirhaman. İnnəmə varrasul ilm. Fəmən əxəzəhu əxəzə bihazzin vafir. Peyğəmbər s.ə.v deyir ki, Peyğəmbərlər heç nə dünyada miras qoyub getməyiblər. Nə mal, nə mülk, nə dinar, nə qızıl, nə gümüş, nə heç bir şey. Deyir, sadəcə onlar yer üzündə elmi miras qoyaraq getmişdilər. Allaha elmi miras qoyaraq köçmüşdülər. Allaha bu üzrə qovuşmuşdular. Mal, pul, mal devlət qoyaraq yox. Ona görə möhtərəm qardaşlar, baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat eləyəndə Yahudiyə Peyğəmbər sallallahu aleyhi ve sellem borcu olur. Borcu olur. Bu dünyadan Peyğəmbər sallallahu aleyhi ve sellem borçlu olaraq köçür. Əgər Peyğəmbər sallallahu aleyhi ve sellem kimlər ittiham eləyirsə, o şan şöhrət axtarırdı. Kimlər ittiham eləyirsə ki, mal devlət axtarırdı. Dünyada vəzifə axtarırdı. Allah'ın da olsun ki, bunların hamısının yalanı üzə çıxır. Peyğəmbər sallallahu aleyhi ve sellem baxmayaraq ki, Beytülmal var idi, müsəlmanların malı var idi, devləti var idi. İslam hakiminin, Peyğəmbərin əlində minlərlə heyvanlar və qızıl gümüş var idi. Onların hamısını İslamın və insanların xeyrinə sərf edirdi. Amma özünün mənfəətinə gəldikdə, baxın, Peyğəmbər s.ə.v vəfat edir, möhtərəm qardaşlar, evində bir günlük yeməyin qutu olmur. Bir günlük yeməyin evində unu olmur. Və Peyğəmbər s.ə.v-in öz qalxanı Yahudidə görəv olur. Zalog qoyur Peyğəmbər s.ə.v və ondan nəsə yeməyə şey götürmüş olur. Osman radiyallahu anhu, İslamda olan 3-cü xəlifə, Peyğəmbər s.ə.v gedir borcunu öz şəxsi malı ilə ödəyir. Baxın, möhtərəm qardaşlar, Peyğəmbərlər heç vaxt dinar, dirham qoyub, mal devlət qoyub getməyiblər. Hamısı bu dünyadan Allaha sadəcə, yəni ki, malik olduğu xırda şeylərlə qovuşublar. Peyğəmbər s.ə.v buyurur ki, ancaq deyir, bizlər elm qoyub gedirik və kim bu elmdən alarsa böyük paya nail olmuşdur. Böyük xeyri əldə eləmişdir. Və Peyğəmbər s.ə.v buyurur, möhtərəm qardaşlar, elm əhli Peyğəmbərlərin varisləridir. Yəni, o qoyduqları miras kimlərin arasında paylanır? Elm əhlinin arasında paylanır. Bunu Peyğəmbər s.ə.v bu cür alimləri vəsf etmişdir. Bu cür onların məqamını uca olduğunu bizlərə bəyan etmişdir. Necə bəyan olunmasın, möhtərəm qardaşlar? Necə onların mənzili uca olmasın? Hətta Allah-u Teala onları seçmişdir bu dinini qorumaq üçün. Bu dinini yaymaq üçün. Göndərdiyi Peyğəmbərin gətirdiyi şəriəti yaymaq üçün Allah onları seçmişdir bu insanların içindən. Ona görə onları alimlər adlandırmışdır. Və Allah-u Teala öz vəhdəniyyətinin şəhadəti ilə onların şəhadətini bərabərləşdirmişdir. Öz vəhdəniyyətinin, bu da alimlərə, elm əhlinə, möhtərəm qardaşlar, şərəf olaraq, xeyr olaraq, mənzilət olaraq kifayətdir. Necə ki Allah-u Teala Quran-ı Kərimdə Ali İmran surəsinin 18-ci ayəsində buyurur, Şəhidallahu ənəhu la iləhə illə huvə vəl-mələikətü və ulul ilmi qaimən bil-qist la iləhə illə huvəl-azizul hakim. Subhanallahil azim. Baxın, əziz qardaşlar, necə də əzəmətli ayədir. Allah Teala buyurur, Allah ədaləti ayaqda tutaraq, ədalətli olaraq, Allah Teala verdiyi bütün hökmlərdə, möhtərəm qardaşlar, ədalət üzrə verir. Allahın bütün əmrləri və qadağanları ədalət üzrə olur. Nə heç kəsin
sırf xeyrinə, nə də heç kəsin sırf saf zərərinə olmur. Ədalətlə olur. Allah-u Teala buyurur bu ayətdə, Allah ədaləti ayaqda tutaraq, ədalət üzrə və bu xüsusda bəyan etmişdir ki, bu xüsusda ədalət üzrə bəyan etmişdir ki, bildirmişdir ki, şahid olmuşdur ki, özündən başqa ibadətə layiq, haq məbud, haq ibadət olunan yoxdur. Və möhtərəm qardaşlar, mələklər də və elm əhli də, elm sahibləri də bunu iqrar etmişdilər. Elm sahibləri də bunu iqrar etmişdilər, bəli demişdilər. Şahidlik etmişdilər. Baxın möhtərəm qardaşlar, Allah-u Teala özünün şahid olduğunu deyəndən sonra öz vəhdətinə, ibadətə, tək yeganə, layiq məbud olduğunu bəyan etdikdən sonra deyir ki, mənim bu sifətlərə malik olduğuma mələklər və elm əhli də şahiddir. Bu şərəf elm əhlinə yetir ki, Allah Teala öz şəhadətinə onların şəhadəti ilə öz şəhadətini onların şəhadəti ilə birləşdirir. Və onları da neynir? Onun vəhdəniyyətinə şahid olanlardan hesab eləyir. Və Allah Teala buyurur: La ilahə illə huvəl azizul hakim. Mütləq güc, qüdrət və hikmət sahibi Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Və həmçinin möhtərəm qardaşlar, Allah-u Teala elm əhlinin mənzilini bizlərə bildirərək başa salır ki, bizlərə bəyan edir ki, bizlərə öyrədir ki, ey insanlar, bilən insanlarla bilməyən insanlar eyni səviyyədə deyil. Bunların arasında fərq var. Və burada möhtərəm qardaşlar deyə bilərsiniz ki, bu təbii ki elədir. Amma burada söhbət ondan gedir ki, iddia ilə həqiqətdən. Çünki bir adam iddia eləyə bilər, bilirəm deyə. Amma bu həqiqət olmaya bilər. Ona görə Allah-u Teala başa salır ki, iddia ilə həqiqətdə fərq var. Və bilin ki, həqiqi bilən insanla həqiqi bilməyən insanın arasında fərq var. Allah-u Teala buyurur möhtərəm qardaşlar, Əz-Zumar surəsinin 9-cu ayəsində: Qul həl yəstəvillədinə ya'ləmunə vəllədinə la ya'ləmun. Heç bilənlərlə bilməyənlər eyni ola bilərlərmi? Bundan ancaq və mə yətəzəkkəru illə ulul əlbəb. Bundan ancaq ağıl sahibləri düşünüb ibrət ala bilərlər. Həqiqətən möhtərəm qardaşlar, bu nə deməkdir? Yəni bir insan elmi almazdan qabaq bilməlidir ki, kimdən elm alır. Bilməlidir ki, elm aldığı insan bilən insanlardandırmı, yoxsa bilməyən insanlardandırmı? Həqiqi bilənlərdəndir, yoxsa iddia əhlindəndir? Bunu Allah Teala deyir ki, bunu ancaq ağıl sahibləri düşünüb bunu dərk eləyə bilər, bundan ibrət ala bilər. Əziz qardaşlar, Allah Teala həmçinin Quran-ı Kərimdə bəyan eləyir ki, ilm əhlinin seçildiyi sifətlər var. O sifətlər ki, daimə onlar elm əhlinə yapışıq şəkildədir. Daimə onlar o sifətlə vəsf olunurlar. O sifətdən qəti şəkildə zərrə qədər ayrılmırlar. O da Allahdan qorxu sifətidir. Allah Teala elm əhlinin bu sifətə nail olduğunu, bu sifət sahibləri olduğunu bildirir. Əziz qardaşlar, Allah Teala Fatir surəsinin 28-ci ayəsində buyurur: İnnəmə yaxşallaha min ibadihil uləmə. Allahdan qulları arasında, qulları içində ancaq alimlər qorxar, ancaq elm sahibləri, elm əhli, Allahı tanıyan insanlar qorxar. Ona görə sələf-ü salihlərdən biri deyir ki, deyir, mən ə'rafu billahi əxşə ləhu. Kim Allah-u Teala'nı daha çox tanıyarsa, o Allahdan daha çox qorxar. Möhtərəm qardaşlar, bugün xələl oradadır ki, insanlar Allahı tanımır. İnsanların iman qəlblərinə oturmayıb, boğazlarındadır iman, aşağı düşməyib. Böyük müsibət buradadır insanlarda bugün. Və Allahı tanımadan, Allahdan qorxmağı iddia eləyənlər bugün çoxalıb möhtərəm qardaşlar. Ona görə sələf-ü salih metodundan deyil ki, bir insan Allahı tanımırsa iddia eləsin ki, mən ondan qorxuram. Xeyr möhtərəm qardaşlar. Ona görə elm əhli əsma-ı sifət məsələsinə diqqət yetirərlərdir. Çünki əsma-ı sifət, Allahın adları və sifətləri elmi, uluhiyyət elmi, uluhiyyət tövhidi elmi, rububiyyət tövhidi elmi. Bunlar da möhtərəm qardaşlar həqiqi şəkildə insanı Allahı tanıdan. Ona görə təəssüflər olsun ki, bugün insanlarda Allahı tanıdası elmə rəğbət azdır. Allahı tanıdası elmi öyrənməyə rəğbət azdır. Kaş ki, dünyavi elmlərə olan həvəsləri və yaxud dünyavi ticarətlə ilgili olan, onlara olan həvəslərinin onda bir hissəsi bu Allahı tanıdası elmlərə olar. Və bununla inanın möhtərəm qardaşlar, əgər bu olsa müsəlmanlarda bugün, müsəlmanlar bugün bu şəkildə ayaq altında qalıb tapdalanmazlar. Bu şəkildə qanları su yerdə axmazlar. Bu yerdə
Bu vəziyyətdə dəyərsiz, qiymətsiz hesab olunmazlar. Ona görə ən böyük müsibət oradadır ki, və ən böyük təxallüf, ən böyük geridə qalmaq oradadır ki, müsəlmanlar bunu bildikləri halda bu şeydən, bu səbəbdən gözəl şəkildə istifadə edə bilmirlər. Əziz qardaşlar, əsas elm əhli nəyə görə taqva sifəti ilə, nəyə görə xəşyə sifəti ilə, nəyə görə Allahdan qorxu sifəti ilə vəsf olunur? Çünki əziz qardaşlarım, elm əhli ancaq danışdıqları şey elm və hidayətdir. Və onların ən çox həris olduqları şey elm və hidayətdir. Allahı tanıdası elmdir. Və onlar qəti şəkildə Allah qoyduğu hədləri aşmırlar. Allah qoyduğu hədlərdə dururlar, dayanırlar. Və bilmədikləri şey haqqında qəti şəkildə danışmırlar. Danışdıqları hər şeydə xeyir var. Hətta dünyavi elmləri danışsa belə. Hətta başqa insanların məsləhətinə olan, xeyrinə olan şeylər danışsalar belə. Yəni onlar nə danışsalar ancaq onun arxasında xeyir və ancaq onun arxasında hidayət var. Elm əhli möhtərəm qardaşlar, ona görə bu özəlliklə seçilir. Onlar necə danışa bilərlər möhtərəm qardaşlar bilmədikləri şeyləri? Çünki onlardır şəriətəni yaxşı şəkildə bilənlər. Onlar necə danışa bilərlər? Bilirlər ki, hər ağızlarından çıxdığı kəlmə Allah katında hesaba çəkiləcək. Allah-u Teala baxın möhtərəm qardaşlar, hətta Kəhf surəsində buyurur. Kəhf surəsinin 49-cu ayəsində bu ayətləri elm əhli daha yaxşı bilir. Allah-u Teala buyurur: "Və vudiyal kitabu fetaral mujrimina mushfiqina mimma fihi və yaqulun ya veyletana ma li hadal kitab la yughadiru saghiratan və la kabiratan illa ahsaha və vecadu ma amilu hadiran və la yazlimu rabbuka ahada." Hər kəsin kitabı, qiyamət günü, hər kəsin kitabı qarşısına qoyulacaq. Əməl etdiyin kitab qarşına qoyulacaq. Kiminsə əlində arxadan tutulub sənə oxunmayacaq. Kitabın qarşına qoyulacaq, özün səhifəliyib içində nə var özün biləcəksən. Hətta sən deyə bilməyəcəksən ki, bu olmayıb, bu olub. Qarşında olacaq kitabın. Allah Teala buyurur, hər kəsin kitabı o gün qarşısında olacaq. Və sən günahkarları orada, baxın möhtərəm qardaş, Allah Teala bunu sonra necə başa salır? Və sən günahkarları orada onlardan qorxduqlarını görəcəksən. Nədən? Oxuduğu kitabların içində olan əməllərinin pisliyindən qorxanları görəcəksən. Yəni onlar açıb kitabı içinə baxıb o etdiyi pis işləri gördükdən sonrasında qorxacaqlar. Onlar deyəcəklər ki, vay halımıza. Vay halımıza. Bu necə bir kitab imiş? Bu necə bir kitabdır? O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısının sayıb yazmışdır. Heç zərrə qədər günahı tərk eləməmişdir. Etdiyin hər böyük və kiçik əməli yazmışdır. Hətta bu günü də unutmuş olduğun əməllər olacaq. Amma o kitab sənə xatırladacaq o əməlləri. Və inkar da elə bilməyəcəksən. Gözün qabağında olacaq onların hamısı sənə göstəriləcək. Onlar etdikləri əməllər öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə zülm etməz, heç kəsə haqsızlıq etməz. Alimlər bunu bildiyi halda möhtərəm qardaşlar. Hansı ki, etdikləri, danışdıqları və bütün hərəkətləri, böyüyü və kiçiyi nə edirlərsə hamısının yazılı şəkildə hesaba yazılacağını, sonra onu Allahın qarşısında durub hesabı verəcəyini bildikləri şəkildə alimlər necə Allahın hədlərini aşa bilərlər. Ona görə bu özəlliklə onlar seçilirlər, əziz qardaşlarım və möhtərəm bacılarım. Həmçinin Allah Teala buyurur İsra surəsinin 36-cı ayəsində: "Və la taqfu ma laysa laka bihi ilm." Haqqında məlumatın olmadığın bir şey haqqında danışma, düşünmə. Çünki innel fuada Allah Teala buyurur ki: "Və la taqfu ma laysa laka bihi ilm. İnne's-sem'a vel-basara vel-fuada kullu ulaika kana anhu mes'ula." Haqqında məlumatın olmadığın bir şey haqqında danışma, bir şey haqqında düşünmə. Bilmədiyin şey danışma, bilmədiyin şey düşünmə. Çünki qulaq da, göz və ürək bunların hamısından sorğu-sual olunacaq. Əgər göz ona aid olmayan şeyə baxacaqsa, hesaba çəkiləcək qiyamət günü. Əgər qulaq ona aid olmayan şeyə qulaq asarsa, qiyamət günü hesaba çəkiləcək. Bəzi insanlar hərisdir, möhtərəm qardaşlar, başqalarının eyblərini görə. Bəzi insanlar hərisdir, başqalarının eyblərinin haqqında gedə dinləyə, qulaq asa, məlumat toplaya. Bunların hamısının arxasında hesab var. Bəzi qəlblər xarabdır, möhtərəm qardaşlar. Ancaq İslam dininə zərbə vurmaq üçün fikirləşir. Ancaq İslam dininin, İslam əhlini yerlə yesken etmək üçün tədbirlər qurur.
belə qəlblər də bu düşüncələrə görə hesaba çəkiləcək. Hansı ki, o düşüncələr əmələ çevrilir onda o zaman. Və həmçinin möhtərəm qardaşlar, Allah-u Teala başqa bir ayətdə buyurur, Qaf surəsinin 18-ci ayətində Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Tələffüz etdiyiniz hər kəlmədə, tələffüz olunan hər kəlmədə, hər kəlməni istər xeyir olsun, istər şər, yazan mələklər var. Tələffüz olunan, hətta təfsir alimlərindən biri deyir ki, hətta insan xəstələndikdə iniltisi belə yazılır. Əgər həqiqətən inilti olmasa, bəzi insanlar baxırsan xəstələndikdə özünü xəstəliyə vurur və inilti səsləri çıxardır. Və hətta bu iniltisi onun yalan olarsa, onun da hesabı çəkiləcək deyir bəzi təfsir alimləri. Bu ayətin şərhində. İbn Kəthir rəhməhullahın təfsirinə baxın inşallah. Nə deməkdir, əziz qardaşlarım, elm əhli bunu bunları bildiklərinə görə ən çox dillərini qoruyanlar olardı. Amma bugün dilini metro yarım uzadıb və nəyə gəldi danışıb və kimə gəldi dil atmaq bu elm əhlinin sifətindən deyil. Necə ki, inşallah dərs əsnasında o məsələlərə inşallah toxunacaq. Amma əziz qardaşlar, təəssüflər olsun ki, 1000 dəfə təəssüflər olsun ki, bugün elm qapılarına şığayanlar çoxdur. Elm qapılarına hücum eləyənlər çoxdur. Elm əhlinin paltarını geyinib əmmamələrini taxanlar çoxdur. Və bu qapıdan möhtərəm qardaşlar bugün ona layiq, ona uyğun, ona layiq olmayan şəxslər keçməkdədir. Ona görə bu məsələnin əhəmiyyəti burada bilinir ki, məsələ çox təhlükəlidir, müsəlman gözü açıq olmalıdır ki, hətta faydası verməyən vaxt peşmançılıq çəkməsin. Ona görə bugün möhtərəm qardaşlar, bəzi xəbər vasitələrində görürük, istər internet səhifələrində, istər qazetlərdə, jurnallarda və televizor xəbərlərində və proqramlarında görürük ki, bugün möhtərəm qardaşlar dialoq masalarının üstündə çoxsu oturub dinlə danışır. Və görürsən ortaya bir şər'i məsələ atılır, bir dini məsələ artırır və hər kəs başlayır o masanın ətrafında oturan, stulun arxasında oturan, hər kəs başlayır danışmağa. Və halbuki baxsan görərsən ki, o məsələ haqqında heç biri gedib dərinliklə axtarış eləməyib. Heç biri onun dərinliyinə getməyib, axtarış eləməyib. Amma hamısı oturub danışır. Bəlkə də görürsən ki, o İslamda mühüm məsələlərdəndir. Hansı ki, bəzi elm əhli o məsələlərdə susurlar. Bəzi elm əhli o məsələlərdə tavaqquf durmağı tərcih edirlər. Durmağı məsləhət görürlər. Və daha geniş şəkildə düşünməyi tərcih edirlər. Amma görürsən ki, onlar otururlar, masanın üstündə bu məsələləri həll edirlər. Və fətva verməyə və fikirlərini üzə çıxartmağa çalışırlar. Sən onları inkar elədikdə ki, bunu niyə belə eləyirsən? Elə bil ki, möhtərəm qardaşlar, hüccət gətirirlər ki, bu mənim nöqteyi nəzərimdir. Bu mənim rəyimə görə belədir. Bu mənim nöqteyi nəzərimdir, bu mənim düşüncəmdir. Elə bil ki, möhtərəm qardaşlar, elə bil ki, şəriət məsələləri şəriət elmi elə bir elmdir ki, elə bil ki, onun dialoq masallarının üstündə fırlanası bir elmdir. Və yaxud da hər kəs öz rəyini üzərə qoyası elmdir. Hər kəs öz rəyini göstərəsi bir elmdir. Təxmin edərək ki, onun rəyi şəriətin hökmüdür. Və problem buradadır, əziz qardaşlarım. Və bugün baxırsan, hər kəs danışır. Bilmirsən kimdir danışan. Bilmirsən, görəsən, danışdığı şey haqdır, yoxsa batildir. Və xüsusən hər kəs danışdığına bugün hüccət gətirməyə çalışır. Ona görə bugün bu məsələni necə ayrıd etməlisən, onu sənə başa salacağım inşallah. O məsələni bərabər başa düşməyə çalışacaq möhtərəm qardaşlar. Ki, biz necə ayrıd edə bilərik ki, o danışan adam buna layiqdir, yoxsa yox. Və yaxud o danışdığı şey haqdır, yoxsa batildir. İnşallah bunu bizlərə bilməyimizə rahatlaşdıran sizlərə bəzi qaydalar deyəcəm. Əziz qardaşlar, bu problemin elmsiz şəkildə danışmaq və danışanların peyda olması, üzə çıxması və yayılması geniş şəkildə bu dövrdən əvvəlki dövrlərdə də baş verir. Bu zaman içində çoxalmağa başlayır. Əvvəlki dövrlərə baxsaq, nisbətən bugün daha çoxdur. Ona görə İbn Rəcəb rəhməhullah bu məsələdən geniş şəkildə şikayət edir. İbn Rəcəb bu məsələnin öz dövründən danışır İbn Rəcəb rəhməhullah. Və bu məsələnin təhlükəli məsələ olduğunu bildirir. Və deyir ki, misal çəkir. Ki, hətta müsəlmanlar daha geniş başa düşsün. Deyir, əgər bir insan gəlib bugün, tanımadığımız bir adam, görmədiyimiz bir adam, haqqında xəbərimiz olmadığı bir adam, gəlib iddia eləsə ki, bu böyük bir zavod sahibidir. Böyük bir sənaye sahibidir. Və onun içində böyük alətlər var və bunu
buna nə etmək lazımdır? Buna sponsor tapmaq lazımdır. Bu işi görmək lazımdır, mal lazımdır. Deyir, insanlar onu tanımasalar, onun zavodunu gedib görməsələr, onun zavodunun içindəkiləri iddia etdiyi alətləri görməsələr, deyir, heç kəs ona sponsorluq etməz. Heç kəs ona mal, mülk buraxmaz ki, bu adamın işi iləri getsin. Və yaxud da heç kəs onu dəstəkləməz. Nəyə görə? Çünki tanımırlar və dediyi zavoddan xəbərləri yoxdur və eyni zamanda o dediyi sənaye alətlərində görə bilmirlər. Deyir ki, əgər bu bir dünyavi bir şeydə insanların halı budursa, sən necə dinini başqa insanlara havalə edib güvənə bilərsən? Sən necə bugün bir insan onda elm olduğunu və bu şeydə haqq olduğunu və bu şeyi ancaq o bildiyini iddia edirsə, sən onu tanımırsansa, onun kim olduğunu bilmirsənsə, sən ondan deyir, necə elm ala bilərsən? Baxın, möhtərəm qardaşlar, elm əhli bu məsələni belə təsəvvür edir. Deyirsən, bilmirsən, o Peyğəmbər s.ə.v-in ilgili elm alıb yoxsa yox, Allahın kitabını bilir yoxsa yox, elm əhlinin oturub yoxsa yox, sən belə tanımadığın bir insandan necə elm ala bilərsən? Və burada, möhtərəm qardaşlar, sizləri bir həssas bir məsələyə yəni ki, yönəltmək istəyirəm. Həssas bir məsələyə toxunmanızı və nəzərinizə almağını istəyirəm. O da, bugün internet arxalarında danışan insanlar. Hansı ki, otururlar, maşallah, tabarakallah, sağdan, soldan və onun dərsində oturan çox insanlar onun haqqında məlumatı olmur. Və bu zaman müsibət başlayır, möhtərəm qardaşlar. Çünki bu vəzifə uyğun olur o. Bu vəzifə uyğun olur. Hansı ki, sən onu bilmirsən, kimdir? Ona görə, möhtərəm qardaşlar, soruşmaq lazımdır. Axtarmaq lazımdır ki, hətta xata eləməyəsən. Hətta qəlbini salamat saxlayasan. Hətta qəlbinə ləkə girməyə. Çünki, möhtərəm qardaşlar, ləkədən qorunmaq daha rahatdır ləkəni gedirtməkdən. Ləkəni gedirtmək çətindir. Ona görə, elm əhli hətta deyir ki, tibb elmində belə bir qayda var ki, deyir ki, xəstəlikdən qorunmaq müalicədən qabaqdır. Müalicədən daha üstündür. Ona görə sən çalış, qəlbini qoru yenə. Qəlbini xəstəliklərdən qoru. Sən demə ki, mənim qəlbim salamatdır, problem deyil. Xeyr. Qəlbinə ləkə gələ bilər, şübhə gələ bilər və sonra əziyyət çəkərsən. Və ona görə, əziz qardaşlarım, bu məsələyə diqqət yetirmək lazımdır. Və sizlərə bütövlüklə tövsiyə edirəm ki, bu məsələdə elm əhlə çox qaydın. Və elm əhlinin dediyi rəylərə fikir verin. Və elm əhlinin qoyduğu qaydalara nəzər salın. Və İmam Şafi rəhməhullah Risalə kitabına baxın. Elm əhlinin sifət haqqında böyük məsələlər danışır. Və həmçinin əziz qardaşlarım İbn Həzmin Mudaratun Nüfus kitabına gedin, baxın. Və həmçinin möhtərəm qardaşlar Şeyxülislam İbn Teymiyənin kitablarını oxuyun. İbn Qayyimin kitablarına nəzər salın. Xüsusən də İbn Teymiyənin Böyük Fətvalar kitabının 2-ci cildinə baxın. Haradasa 90-cı səhifədən 100-cü səhifəyə kimi. Və həmçinin Fətvalar toplantı kitabına baxın. 22-ci cildinin 240-cı səhifəsi. Həmçinin 22-ci cildinin 227-ci səhifədən yuxarı. Bunların hamısında Şeyxülislam İbn Teymiyyə, möhtərəm qardaşlar, bu məsələlərlə ilgili geniş məlumatlar verir. Hətta Şeyxülislam İbn Teymiyyə Böyük Fətvalar kitabının 2-ci cildinin 98-ci səhifəsində buyurur ki, deyir ki, وَلَا يَحِلُّ لِأَحَدٍ أَنْ يَتَكَلَّمَ فِي الدِّينِ بِلَا عِلْمٍ. Deyir, heç kəsə halal deyil. Heç kəsə halal deyil ki, bu dində bilmədiyi şey haqqında danışsın. وَلَا يُعِينُ مَنْ تَكَلَّمَ فِي الدِّينِ بِلَا عِلْمٍ. Və heç kəsə halal deyil ki, elmsiz danışan insana dəstək olsun. Ona getsin, kömək eləsin. O da olmaz, möhtərəm qardaşlar. Bidət əhlinə dəstək də etmək olmaz. Amma mən sizə ona toxunmağa çalışacağım ki, bidət əhli dedikdə kiminsə nəzərinə görə mi bidət əhlidir, yoxsa həqiqətə görə mi bidət əhlidir? Çünki bugün bu məsələdə genişlənib. Kim kimə gəldi bidət əhlidir? Kim kimə gəldi tən eləyir? Kim kimə gəldi şəxsiyyətini aşağılamağa çalışır? Bunların hamısı iddia üzrə qurularsa bu nəzərə alınmır, möhtərəm qardaşlar. Tabii ki, mən bunu sizə keçən dərslərdə dedim ki, bunun ən baş səbəbi təqliddir. Bugün baxırsan bir adama təqlid edirlər, hansı ki onu görürlər sadəcə doğru rəy sahibi. Onu görürlər sadəcə sələf-i salihin yolunda olan. O bir adama dil atdısa qutardı getdi. Hər kəs onu zəlalı təhlil görür. Bu doğru deyil, möhtərəm qardaşlar. Əgər kör-körana kiməsə sən təassub eləyərsənsə, kiminsə təqlid eləyərsən kör-körana, ağzına yüyən salınmış at kimi dalına düşüb gedərsənsə,
onda o zaman sən böyük xatalar edirsən. Və başqa insanların haqqına girərsən. Və əksinə elmi yayılmağının qarşısını alarsan. Amma kitab-o sünnətlə və kitab-o sünnət əhli tərəfindən və tərəfkeşlik kimi tanınmayan insanlar tərəfindən və dəlillərlə bəyan olunarsa bir insanın, sübut olunarsa bidət əhli olduğu, onda o zaman nə ondan elm almaq olmaz, nə də o insanın rəylərini dəstəkləmək olmaz. Necə ki, Şeyxülislam İbn Teymiyyə bu məsələdə bunu geniş şəkildə açıqlayır. Hətta baxın, əziz qardaşlar, Şeyxülislam İbn Teymiyyə Böyük Fətvalar kitabının 10-cu cildində 449-cu səhifəsində deyir. Deyir, وَمَنْ تَكَلَّمَ فِي الدِّينِ بِلَا عِلْمٍ كَانَ كَاذِبًا وَاِنْ كَانَ لَا يَتَعَمَّدِ الْكَذِبِ. Deyir, kim İslam dinində bilmədiyi şey danışarsa, o adam yalancı hesab olunur, hətta yalanı qəsd eləməsə belə. Əgər sən deyərsənsə ki, bu şey halaldır və sən qəsd eləmirsən ona və o da əslində İslamda tutar haram məsələdir. Sən yalancı hesab olunursan İslam dinində. Hətta onu sən o danışdığın şeydə, yəni ki, yalanı qəsd eləməsən də. Çünki, əziz qardaşlar, bu onu göstərir ki, sən ehtiyatlı olmalısan. Sən məsələni ciddiyə almalısan, məsələni yüngülvari məsələlərdən görməməlisən. Təhlükəli məsələdir. Ona görə ehtiyatlı olmalısan. Necə ki, Buxaridə, Müslimdə hədis gəlmişdir bunu açıqlayan əziz qardaşlar. Əs-Subaiyyə Əl-Əsləmiyyə radiyallahu anhə qadın olur və onun zövcəsi vəfat eləyir. Hamilə olur o da. Zövcəsi vəfat eləyərkən Subaiyyə radiyallahu anhə hamilə olur. Və zövcəsinin vəfatından bir neçə gün sonra uşağını doğur. Uşağı dünyaya gətirir. Və sahabələrin birindən soruşur bu haqda ki, yəni zövcəsi yaxında vəfat eləyib və bu zövcəsindən hamilə idi. Və uşağı doğubdur artıq və bu qadın ərə nə vaxt gedə bilər? Yəni mütləq ərdə olduğu, yəni boşanma əhkamları onun üzərində tətbiq olunur, yoxsa yox? Yəni 3 ay gözləməlidirmi, yoxsa necə olur? Və bu barədə Sə'd ibn Xavlə radiyallahu anhə ona fətva verir. Və fətvasında yəni ki, doğru olmur. Fətvası xata və səhv fətva olur. Və ona deyir ki, sən gözləməlisən iddəni, müddəti gözləməlisən, 2 ay gözləməlisən. Və nə olur möhtərəm qardaşlar? Yəni ona fətva verənin adı Əbu Sənəbil olur. Əbu Sənəbil olur. Çünki mən bayaq Sə'd ibn Xavlə dedim. Sə'd ibn Xavlə o hamilə qadın zövcəsi olur, hansı ki vəfat eləyir. Fətva verən sahabə isə adı Əbu Sənəbil olur. Yəni məşhur olur Əbu Sənəbilə İbn Ba'kak radiyallahu anhu. Yəni ki, Peyğəmbər s.ə.v yanında olduğuna görə bəzi məsələlərdən xəbəri olur. Amma bu məsələdə xata eləyir. Doğru fətva vermir. Düzgün fətva vermir. Və ona deyir ki, sən 2 ay gözləmədikcə ərə gedə bilməzsən. Yəni aybaşı qanı, nifas qanı kəsilir və sonra 2 ayda gözləyirsən, sonra ərə gedirsən. Bu ictihad eləyir, amma xata eləyir. Və Peyğəmbər sallallahu aleyhi ve sellemə həmin haqqında məlumat çatır ki, Əbu Sənəbil filan məsələ belə xəbər deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, kədəbə Əbu Sənəbil. Deyir, Əbu Sənəbil xata eləyir. Əbu Sənəbil deyir, yalan danışır. Deyir, əksinə, sən uşağı doğduqdan sonra, madəm ki, nifas qanın kəsiləcək və sənə halaldır, ərə gedə bilərsən. Deməli, baxın, möhtərəm qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem bu da onun xata elədiyini və yalan danışdığını deyir. Hətta, yəni ki, haşa sahabələr Peyğəmbərin adı ilə yalan danışır. Lakin ictihad eləmişdi və məsələdə təxmin eləmişdi. Təxminən demişdi və hətta qəsd eləmədiyinə belə məsələdə düz olmadığına görə o insan dində ittiham olunur yalançılığı ilə. Görürsünüz, möhtərəm qardaşlar, məsələ necə təhlükəlidir? Ona görə bir adam deməsin ki, mən bunu belə deyim. Təbii ki, əgər bir adam bu məsələyə diqqət yetirin ki, hətta məsələlər qarışmasın, gözəl başa düşün. Təbii ki, sən bir adamdan nəyisə soruşanda sənə deyərsə ki, mənim rəyim belədir. Əgər o adam elmində, dinində etibarlı adamdırsa, onda o adam o demək deyil ki, o bütün elm əhlə sələf-i salihə müxalif olur, onların dediyini götürmür və öz rəyini deyil. Xeyr. Bu da nəzərdə tutulan odur ki, möhtərəm qardaşlar, o adam deyəndə ki, mənim rəyimə görə belədir. Yəni ki, mən dəstəklədiyim rəyə görə belədir. Nəzərdə bu tutulur. Yəni ki, əgər bir adamın elminə və dininə güvənirsənsə və o sənə deyərsə soruşduğu halda mənim rəyimə görə budur, nəzərdə tutulan çox zamanı olur ki, yəni mənim dəstəklədiyim rəy budur. Çünki əgər bir məsələdə elm əhli arasında, əhli sünnə arasında
sələf-ü salih arasında bir neçə rəy olarsa və o rəylərin hamısı dəlil əsasına olarsa və xüsusən də əgər məsələ ictihad məsələsi olarsa, onda o zaman o danışan adam da, deyən adam da elm tələbəsi hesab olunursa, deməli bu adam o məsələləri oxuyub və nəticəyə gəlib və o rəylərin ən münasibini götürüb öz ağlının dərrakəliyinə görə. Deməli, o adam ona görə qınanmır, əgər deyərsə ki, mənim rəyimə görə belədir. Ona sən ittiham elə bilməzsən ki, sən niyə öz rəyinlə danışırsan? Xeyr. Ona qarşı gözəl zənn eləmək lazımdır və nəzərə almaq lazımdır ki, bu adam bu məsələyi axtarır və elm əhlinin rəylərinin içindən bu rəyi dəstəkləyir. Ona görə bu adam belə dediyi halda qınanılmır. Deməli, əziz qardaşlar, bunların hamısı qaydalardır. Bunlara diqqət yetirməlisiniz. Çünki bunların hamısı məsuliyyətdir, möhtərəm qardaşlar. Səhlənkarlıq etməmək lazımdır. Deməli, ona görə biz bu müqəddimə hamısı onu başa salır ki, əziz qardaşlarım, biz nəyi bilməliyik? Biz onu bilməliyik ki, elmlə danışmağın haqqına kim malikdir? Elmlə danışmağın, mən Allahın adı ilə danışıram deyən insan hansı haqqa malik olmalıdır? Hansı sifətə malik olmalıdır? Bunu öyrənməyə çalışırıq biz bugün. Və xüsusən əziz qardaşlar, açıq-aşkar hədislər gəlmişdi və Peyğəmbər s.ə.v bizə zəlalət əhli, zəlalət imamlarının olduğunu başa salmışdı. Və Peyğəmbər s.ə.v bizə bəyan eləmişdir ki, qiyamət gününə yaxın, axır zamanlarda bir dəstə imamlar olacaq, başçılar olacaq. İnsanların qabağında öndərlik eləyən, qabaqda duran insanlar olacaq. Və onlar zəlalət əhli olacaq. Və belə insanların peyda olacağını Peyğəmbər s.ə.v bizə bəyan eləyib. Ona görə qorxuludur məsələ. Biz ondan qorunmaq üçün baxmalıyıq. Peyğəmbər s.ə.v möhtərəm qardaşlar, səhih hədisdə buyurur. Səyəti alən-nəsi sənəvətun xəddəət, yusaddaqu fihəl-kədib, və yukəzzəbu fihəl-sadiq, və yu'təmənu fihəl-xain, və yuxavvanu fihəl-mu'təmən, və yantiqir-ruvaybidə. Qalu və mən-ruvaybidə? Qalə ər-rəculu-təfih, yətəkəlləmu fi əmril-əmmə. Bu hədisi İmam İbn Məcə rivayət edir. Möhtərəm qardaşlar, hədisin rəqəmi 4026 nömrəli hədisdir. Və həmçinin bu hədisi İmam Əhməd ibn Həmbəl Musnəd kitabında rivayət edir. Və həmçinin İmam Əl-Hakim Mustadrak kitabında və hədisi Şeyx Albani Silsilə kitabında və İbn Həcər rahmehullah Sahih Buxarinin şərhində Fəthül Baridə hədisin həsən olduğunu, gözəl olduğunu bəyan etmişlər. Bu hədisdə Peyğəmbər s.ə.v buyurur, insanları aldadıcı illər gələcək. Bir dövr gələcək ki, bir zaman gələcək ki, o illər aldadıcı, yəni o ildə yaşayan insanlar, zamanda yaşayan insanların içində aldadan insanlar çoxalacaq. Və o dövrdə yalancı insanlar, kəzzəb insanlar, iftiraçı insanlara doğru nəzərlə baxılacaq. Və insanlar onlara doğru insanlar kimi baxacaqlar. Və o dövrdə doğru insanlar, dili sadiq olan insanlar yalanlaşdırılacaq. O insanlara yalancı insanlar kimi baxılacaq. Və yu'təmənu fihəl-xain. O dövrdə xain insanlara etibar olunacaq. Və yuxavvanu fihəl-mu'təmən. Və etibarlı insanlara xəyanət edən insanlar kimi baxılacaq. Və yantiqir-ruvaybidə. O gün ruvaybidə sifətinə malik olmuş insanlar danışacaq. Sahabələr soruşur ki, ya Rasulallah, ruvaybidə kimlərdir? Peyğəmbər s.ə.v deyir ki, o ər-rəculu-təfih. O alçaq və səviyyəsiz bir insan olacaq. Hansı ki deyir, yətəkəlləm fi umurul amma və ümumi insanların durumundan danışacaq. Ümumi insanların halından danışacaq. Deyəcək ki, filan cəmaat cəhənnəm əhlidir, filan cəmaat cənnət əhlidir. Filanlar doğru yoldadır, filanlar batil yoldadır. Halbuki bu adam onun ixtisası olmayacaq. Və bunu danışacaq və onun kör-körana bir qoyun kimi damla düşüb gedənlər də az olmayacaq. Görün, möhtərəm qardaşlar, belə bir zamananın içində demək olar ki, biz yaşayırıq. Hansı ki, xəyanət eləyən insanlar bugün onlara əmin insanlar kimi baxırlar, etibarlı insanlar kimi baxırlar. Bugün doğru danışan insanlara baxırsan ki, yalancı insanlar kimi baxırlar. İttiham olunur o yazıqlar. Deməli, möhtərəm qardaşlar, bu zaman bizdən uzaq deyil. Hər ehtimala qarşı. Həmçinin, əziz qardaşlarım, İmam Əhməd ibn Həmbəlin Musnəd kitabında başqa bir rivayətlə rivayət etdiyi hədisdə buyurur.
Əbu Dərdə radiyallahu anhunun hədisində Peyğəmbər s.ə.v deyir ki, İnnə əxvafu mə əxafu aleykum əl-əimmətul mudillun. Deyir, sizdə ən çox qorxduğum şey zəlalət üzrə olan imamlardır. Zəlalət üzrə olan imamlardır. Hansı ki, minbərlərdən möhkəm yapışıblar, buraxmaq fikirləri də yoxdur. Və ancaq özlərinin danışmaqlarını istəyirlər. Başqasına fürsət yoxdur. Və onlar belə olduqları halda da özləri üstəlik zəlalət əhli olur. Zəlalət əhli olur, cahil insanlar olur. Allahın kitabından, Peyğəmbər s.ə.v sünnətindən uzaq olur bu insanlar. Belələrindən ən çox sizə qorxduğum deyir, beləsi imamlardır. Əziz qardaşlar, bu hədisi çoxlu sahabilər rivayət edib. Önəmli və əhəmiyyətinə görə. Ömər ibn Xattab, Əbu Zər, Səubən və Ali radiyallahu anh başqaları. Başqa bir hədisdə, başqa bir rivayətdə gəlir ki, ümmətimə ən qorxduğum şey. Hədisi İmam Şeyx Albani rəhməhullah Silsilə kitabında, əziz qardaşlar, səhihləşdirmişdir. Başqa bir rivayətdə İmam Buxarinin və İmam Müslimin rivayət etdiyi Abdullah ibn Amr ibn al-As radiyallahu anh rivayət etdiyi hədisdə Abdullah ibn Amr ibn al-As deyir ki, Peyğəmbərin belə dediyini eşitdim. İnna Allah la yaqbidul ilm intiza'an ينتزعه من العباد ولكن يقبض العلم بقبض العلماء حتى إذا لم يبق عالما اتخذ الناس رؤوسا جهالا فسئلوا فأفتوا بغير علم فضلوا وأضلوا. Peyğəmbər s.ə.v deyir, belə dediyini eşitdim. Deyir, bu elmi Allah-u Teala insanlardan zorla çəkib almayacaq. İnsanların əlindən, başından çəkib almayacaq. Zorla. Lakin bunu Allah Teala öz istədiyi qulları aradan qaldırmaqla, öz istədiyi qulları onların arasından götürməklə əldən alacaq. Yəni elm olaraq qalıqmır. Amma əhlini qaldıracaq. Allah Teala elmi insanların başından, sinəsindən çıxartmayacaq. Lakin elmi Allah Teala aralarında yaşayan alimləri götürməklə, onları öz dərgahına çəkməklə alacaq. Hətta yer üzündə alim qalmayacaq. Layiq olan elm əhli qalmayacaq, o dövr gələcək. Və nə olacaq o dövrdə möhtərəm qardaşlar? İttəxədən nəs ruusən cühhələn fəsulə. Və o dövrdə insanlar, hansı ki alimləri tərk eləyəcəklər, gedib cahil insanları qapanacaqlar, elə bir dövr gələndə Allah Teala o alimləri orada aradan götürəcək. Alimləri Allah Teala öz dərgahına götürəcək. Hansı ki onlar tərk olunacaq, gedib cahillərdən öyrəniləcək. Belə bir dövrdə Allah o alimləri götürəcək. Və nə olacaq möhtərəm qardaşlar? Nəticə nə olacaq? Deyir ki, insanlar gedib cahil insanları başçı olaraq özlərinə seçəcəklər. Hansı insan ki, elm əhli tərəfindən ona qarşı səna yoxdur. Elm əhli tərəfindən şahid olunmur onun elmdən savadına. Deməli, belə bir insanlar nə olacaq möhtərəm qardaşlar? Başçı olacaq insanlara. İmam olacaq, yönəltici olacaq, qabaqda gedən olacaq, öndər olacaq. Və soruşulacaq. Bu adam başçı seçməklər yetməyəcək. Və əksinə ondan soruşacaqlar dində olan mühüm məsələləri. Nə olacaq? فَأَفْتَوْ بِغَيْرِ ilm. Və o da fətva verəcək elmsiz halda onlara. فَضَلُّوا وَأَضَلُّوا. Və o zəlalətə gedəcək və onları da özü ilə bərabər zəlalətə aparacaq. Bəli, möhtərəm qardaşlar, bu zəlalət əhlinin sifəti belədir. Buna görə, bu məsələnin bu qədər təhlükəli olduğuna görə, əziz qardaşlarım, hər kəsə vacib olur ki, deməli bilsin elm əhlinin sifətlərini. Bilsin ki, elm kimdən alınır və bilsin ki, elm kimdən alınmır. Mən sizə indi inşallah onları tanımaq üçün şəriətdə tələb olunan sifətləri sizlərə çatdıracağım inşallah. Hansı o sifətlər ki, onunla biləcəksən ki, mən elmi kimdən almalıyam, onunla biləcəksən ki, mən elmi kimdən almamalıyam. Ona görə, indiyənə kimi danışdığımız bu söhbətin hamısı, bu deyəsi olduğum qaydalar üçün giriş sayılır. Hətta səndə təsəvvür olsun deyə və sonra bu təsəvvürdən sonra seçə biləsən ki, hansı insanlardan, hansı sifətlərə malik olan insanlardan elm almaq olar, hansı sifətlərə malik olan insanlardan elm almaq olmaz. Bunların birincisi, əziz qardaşlarım, sən elm aldığın insan xaşiyə sifətinə malik olmalıdır. Allahdan qorxu sifətinə malik olmalıdır. Təqvasız insandan elm alınmır. İmansız insandan, imanı zəif olan insandan, möhtərəm qardaş, Allahdan qorxusu olmayan insandan elm alınmır. Bu, elm əhlinə yapışıq sifətdir. Necə ki, mən sizə buna
biraz qabaq bunu sizlərə dedim. Hansı ki onlar dedikləri hər böyük və kiçik sözlərini nəzərə alırlar və diqqətə alırlar və qorxurlar ki, birdən elə şey deyərlər ki, Allahın qəzəbinə düşər olarlar. Abdullah ibn Məsud radiyallahu anh möhtərəm qardaşlar deyir ki, kəfə bil mər'i xəşyətəllahi kəfə bil mər'i bi xəşyətillahi ilmən və kəfə bil iğtirari bihi cəhlə. Deyir, kişiyə Allah qorxusu elm olaraq kifayətdir. Kişiyə Allah qorxusu elm olaraq kifayətdir. Və həmçinin qürur, kibir, savadsızlıq, cəhalət olaraq kişiyə kifayətdir. Yəni bir insanın qürurlu olması, bir insanın kibirli olması, o insanın zəlalətdə olmasına və savadsızlığına dəlil olaraq kifayətdir. Əziz qardaşlar və möhtərəm bacılar, bu onu göstərir ki, kim elmsiz şəkildə Allah qorxusunu deyərsə, o insan sadəcə iddia eləyir, həqiqətdən uzaq olur. Nəyə görə, əziz qardaşlarım? Ona görə ki, dediyim kimi, Allahı tanımadan ondan ona yaraşar şəkildə sən qorxa bilməzsən. Ona görə ilk öncə alimlərimizə baxmalıyıq ki, o alimlərimiz xəşyə sifətinə malikdir yoxsa yox. Allahdan qorxan alimlərdir yoxsa yox. Bunu onların əməlləri ilə bilirik, möhtərəm qardaşlar. Onların hərəkətləri ilə bilirik. Əgər bir insan, yəni insan bu həyatda, möhtərəm qardaşlar, bir neçə mərhələ yaşayır. Yəni birbaşa anadan doğulanda alim doğulmur. Və yaxud 70 yaşında doğulmur. İnsan doğulur ki 9 ayından sonra, bundan qabaq da ola bilər, sonra da ola bilər. Önəmli olan odur ki, bu vaxtları doğulur. Uşaqlıq hal keçirir, cavanlıq hal keçirir, əhlənmə hal keçirir, sonra qocalıq hal keçirir. Deməli, bir insanın alim olması üçün insanın hal-hazırda olduğu vəziyyətə baxılır, əvvəlinə baxılmır adamın. Yəni ki, əvvəlinə nə mənada baxılmır? Məsələn, tutaq ki, bir insan 20 yaşında, 30 yaşında bir insan oğurluqla məşğul olubsa, və bir insan 20 yaşında, 30 yaşında içki içibsə, içki içməklə məşğul olubsa və yaxud da başqa əqidəyə və yaxud mədəniyyətə, şəxsiyyətə xələl gətirən şeylərə məşğul olubsa, bu o deməkdir ki, o insan yəni ki 60 yaşında, 70 yaşında və yaxud da bu insan o şeylərin hamısını tərk edib İslam'a qapandıqdan sonra o insan alim ola bilməz. O demək deyil, möhtərəm qardaşlar. Hətta sahabələrin çoxsuna baxsaq, əvvəlləri nə olub, baxın, axırları nə olub. Əvvəllərdə müşrik və cahil, dinsiz olublar, sonra alim olublar və Allahın dini yayan insanlar olublar. Və bilirsiniz, məsələ, sahabələrin içindən Peyğəmbər s.ə.v şairi 120 yaşı yaşayıb, 60 yaşında, özü də əsli Yahudi olur. 60 yaşında İslam'a girir. 60 il küfürdə yaşayır, 60 il İslamda. O insan əvvəllərdə nə olur? Şair olur. Əvvəllərdən şair olur. Və 60 il İslamın əleyhinə nə edir? İslamın əleyhinə çalışır və İslamın əleyhinə olan şeylər danışır. Və 60 ildən sonra İslam'a gələndən sonra İslam alimlərindən olur. İslam alimlərindən olur. Ona görə möhtərəm qardaşlar, bugün o xələldəndir ki, bir insana ittiham eləmək üçün onun əvvəlinə baxasan sən. Deyəsən ki, kişi filan vaxtı filan günah edib. Xeyr. Hal-hazırda olduğu hala baxmalısan. Hal-hazırda olduğu hala baxmalısan. Çünki ona da o məsələyə də toxunacaq ki, inşallah əvvəlinə nə təri baxa bilməlisən, nə təri baxmalısan. Ona görə burada ilk öncə baxmalısan ki, sən elm aldığın adam, hansı adam ki, sən ona güvənirsən, ondan elm alırsan və ona sinəni açırsan, onun bildiyindən əldə eləmək istəyirsən, bax, gör ki, o insan xəşiyyət əhlidirmi, elm əhlidirmi və bununla qərar verə bilərsən. Və elm əhli bu şəkildə, möhtərəm qardaşlar, başa düşürlərdi alimləri. Hətta İmam-ı Şəbi rəhməhullah bir dəfə biri çağırır ki, deyir, ey alim deyib arxasından çağırır. İmam-ı Şəbi rəhməhullah geri dönür, deyir ki, alimlər ancaq Allahdan qorxan insanlardır. Elə bil ki, ona başa salır ki, yəni, baxmayaraq İmam-ı Şəbi alimlərdən idi, lakin özünü təzkiyə eləmirdi, özünü ağa çıxartmırdı. Və ona görə ona qalxır, bəyan edir ki, yəni ki, bu məsələyi kiçik məsələlərdən hesab eləməklə, bu məsələyi kiçik məsələlərdən hesab eləməklə. Və ona görə möhtərəm qardaşlar, Allah-u Teala bu xəşyə sifətini, təqva sifətini alimlərin özəl sifətlərindən hesab etmişdir. Bugün, əziz qardaşlarım, sizlərə xatırlatdığım ilk sifət, elm aldığımız insanların xəşyə sifətindən vəsf olunması idi. Onlar tanınmaları idi Allahdan qorxuları ilə. Bununla özəlləşdirmələri idi.
Ona görə inşallah gələn dərslərdə də bu dərsin arxası davamı olaraq inşallah alimləri necə tanımalıyıq deyə, onları hansı sifətlərlə seçə bilməliyik deyə və yaxud hansı sifətə malik olan alimlərdən və yaxud alim olan insan necə bilərik, hansı sifətlərlə bilərik deyə inşallah o qaydaları sizlərə gələn dərsimizdə danışmağa və sizlərə xatırlatmağa çalışacağım inşallah. Allah Taala'dan diləyirəm ki, bizləri eşidib faydalanlardan etsin. Allah Taala'dan diləyirəm ki, bizləri bu dində muvaffaq eləsin və bilmədiklərimizi öyrətsin və bildiklərimizi də əməl etməyi nəsib eləsin. Allah Taala'dan diləyirəm ki, sözlərimizə və əməllərimizə bizlərə ixlas nəsib eləsin. Və sallallahu və səlləm alə nəbinə Muhammed və alə alihi və ashabihi əcmain.